Bu Leman bizim ailemizden el çekmek istemir de oğlum. Hele utanmaz durup yanıma da gelip. Bilirsən necə əsəbləşdim. Ana sen narahat olma. Əsəbləşmədə. Mən nə lazımsa deyib qovdum onu. Düz elədin oğlum. Yaxşı ki mənim sözlərimi başa düşürsən, əməl eləyirsən. Sən yaxşı oğulsun. Sən çox yaxşı oğulsun. Canım, can. Bəs sən mənim dediklərimi fikirləşdin? Hə? Ana mən Banu'ya evlənmə təklif elədim. Sən bunu çoxdan eləməliydin oğlum. Gec də olsa məni başa düşdün. Çox sağ ol. Nə oldu Torun? Qız qəbul eləmədi. Ana belə baxanda qız haqlıdır da. Hadisələr hamısı onun gözünün qabağında oldu. Orası da düzdür. O qıza yaraşan hərəkətdir. Banu həqiqətən gözəl, tərbiyə alıb. Əlbəttə qız fikirləşməlidir, düşünməlidir, götür-qoy eləməlidir. Sonra sənə bir cavab verməlidir. Düz eləyib. Bax oğlum, biz atandan sevib evlənməmişik. Amma aramızda hörmət var, inan var. Ailədə əsas odur. Hörmətdir, inamdır. Sevgi gəldi, gedərdi. İndi mən çox danışa bilmirəm. Hər halda sən məni başa düşdün. O bizim ailəmizə yaraşan qızdır.